Gəlin etiraf eləyək ki, elə bir vəziyyətə gəlib çıxırıq ki, bilmirik nə eləyək. İrəli gedək, sağa gedək, sola gedək, geri qaydaq, yoxsa dayanaq. Bu vəziyyət bunu bizə onu deyir ki, işimizə şeytan qarışıb. Bizi irəli getməyə qoymur. Bizi azdırır. Nə edəcəyimizi qərar verə bilmirik. İşte bu o deməkdir ki, işimizə şeytan qarışıb. Əziz dostlar, bunun qarşısını almaqdan ötürü gerək şeytan kimi düşünəsiniz. Yəni, sizin işinizə şeytan qarışanda sizi yoldan saxlayır, hara gedəcəyinizi bilmirsiniz. Bundan ötürü beyninizi şeytan beyni kimi də inkişaf etdirməlisiniz. Sizin bu getdiyiniz uğura gedən yolda şeytan sizə nə zaman ilişə bilər? Şəxsi inkişaf proqramının bu pilləsi ona görə şeytan beyni, şərti olaraq şeytan beyni adlandırmışıq, əziz dostlar. Beyninizi şeytanın əməllərinə qarşı, tərsliklərə qarşı da hazırlamalısınız. Getdiyiniz yolda başınıza hansı tərs məsələlər gələ bilər, tərs vəziyyətlərə düşə bilərsiniz. Növbəti pillənin şəxsi inkişaf proqramının növbəti pilləsi şeytan beyni. Xoş gördük.